Hoş gelmişsin. Ne acaba senden? Bəs deyirdin yaddaşın yaxşıdır? Nə oldu? Sırağa gün özün məni dəvət eləyirdin. Bugün yadından çıxdı. Demək istəyirsən ki, zorla dəvət eləmişim. Keçmək olar? Geç. Düzdür, bəlkə də sən mənim yanımda qalsan, hər şey tamam başqa cür ola bilər. Amma mən heç nəyi dəyişmək istəmirəm. Artıq qəbul eləmişəm ki, bu mənim alın yazımdır. Bibi, mən hər şeydən razıyam. Mənə elədiklərinə görə çox sağ ol. Amma bundan sonra özüm ayaq üstə dayanmalıyam. Vəziyyəti özün bilirsən. Çətin olmasaydı heç kəsə minnətli çörəyini yeməzdim. Nəysə. Sağ ol. Ziba xalanın evi hansıdır? Daha dünən təzə kiraçıyam. O da o qapı. Gel kızım gel. Hele seni gözlüyordum. Hoş geldin. Hoş gününüz olsun. Geç içeri, geç. Ağalar dayının elinden kaçmışam. Dayı rayona gelmeyeceğim. Ağalar da ne ineyim sana? Ne danışırsan? Deyirəm, bəlkə qonşuda etibarlı bir qız uşağı ola. Mənə ev işlərində kömək eləyərdi. Mən evdə olmayanda da Həmidə həyan olardı. Amma sən Allah, etibarlı bir adam olsun. Nə bilim, belə eşitməmişəm. Amma maraqlanaram. Lap yaxşı. Sənin günəşin mənim günümü qara eləyib. Xəbərin var? Bağırma! Sənə əmanət olunan kimsəsiz bir uşaq yoxa çıxıb, günlərlə də evə gəlmir. Sənin seçvecinə deyil. Mən də tək başına heç nə eləyə bilmirəm. Amma yox, belə də oturan deyiləm. Mən çox fikirləşdim. Kənddə lap biabır olsan da polisə gedəcəm. Günəşin yazıb qoyduğu kağızı da onlara verəcəm. Bəlkə işe yaradı. Hə. Hə! Qoy onlar axtarıb tapsın. Bilirdim ki, sən onun yerini bilirsən. Necə deyim? Bilirsiniz, məncə ağalar dayı onu incidirdi. Necə?
Geldim, geldim. Elmira. Hoş gördük. Hoş geldin. Təəccübləndin deyəsən. Zerniyer bu vaxtlar evde olmur. Ona göre senin gelişin biraz gözlenilmez oldu benim için. Buyur. Buyur Eleş. Səninlə söhbət eləməyə gəlmişəm. Onda maraqlıdır. Çox. Zərnigardan nə yemək idi? Bunu sen hamıdan yaxşı bilirsən. Neçə illərin yaxın rəfiqəsisiz. Amma sən mənim üçün daha əziz, daha doğmasan. Olanları unuda bilmirəm, Həmid. Yine başlama Elmira. Bunlar hamısı geçmişte kaldı. Şimdi bizim hərəmizin öz həyatımız var. Səhv eləyirsən. Səhv eləyirsən. Mənim həyatım sən məni zərnigara dəyişən gündən cəhənnəmə çevrildi. Məni dostun Heydərə caladığın gündən məhv oldum. Var dövlət, cah-calal içində yaşasam da xoşbəxt ola bilmədim. Çünki sən onu da bilmədim. Bəlkə də bu əzablarıma görə Allah da Heydəri tez aldı əlimdən. Sən ömürlük sadiq qalım deyə. Bu ne sözler danışırsan Elmira? Özünə əl al. Gəldim deyəm ki, bu soyuqluğunu, laqeydliyini heç vaxt sənə bağışlamayacağım. Bəsdir, bəsdir sən Allah. Bu söhbətlərin yeri deyil. Axı yaxşı olmaz. Zərniyar eşidər, duyuq düşər. Bizim onun hisslərinlə oynamağa ixtiyarımız yoxdur. Bəs mənim hisslərim? Sən bircə dəfə də olsa mənim hisslərimlə maraqlanmısan? Mənim bir qadın kimi nələr fikirləşdiyimi hiss eləmisən? Səni görəndə bədənimin necə titrədiyini, əllərimin necə əsdiyini hiss eləmisən? Sən mənim üçün əvvəlki Həmidsən. Mən də əvvəlki Elmirayam. Biz xoşbəxt ola bilərdik. Əgər zərnigar olmasaydı. Kişilik qürurun deməyə imkan verməsə də hiss eləyirəm ki, sən də həyatından razı deyilsən. Amma belə olmaya da bilərdi. Deməli sən bunları demək üçün gəlmisən. Neçə illərin kin küdurəti yığılıb ürəyində. Mən səni belə bilməzdim Elmira. Mənim ürəyimdə çox şeylər var, Həmid. Çox şeylər. Ağlına da gəlməyən şeylər. Uçum. Allah xeyri calasın. Ağalar, səhər tezdən burada nə edirsən? Əvvəla salam əleykum. Aleyküm salam. Sonrası da gün ortaya lap az qalıb. Bəlkə sualları içəridə cavab verin. İcazə versən keçim içəri. Keç. Xəbərsiz gəlişindən çaşdım. Heç ağlıma gəlməzdi. Sən yoxsa qonağın var? Bərəkallah. Keç.
Xoş gəlmisən. Sağ ol. Əyləş. Səliqəsizliyə görə gərək bağışlayasan. Əvvəla bilirsən ki, subayçılıqdır. Sonra da ki, xəbərsiz gəlmirsən. Nə demək istəyirsən? Xəbərsiz gəlmisən, xəbərsiz gəlmisən. Nədir durum gedim? Sağ ol, ağalar. Dəyməşkər olmasan ki, heç elə bir əvvəlki ağalar deyilsən. Yaxşı, sən yoldan gəlmirsən. Dur, əl üzvü yu. Mən də görüm yeməyə nə tapıram. Yaxşı. Başa sal görüm. Hardan gəlib, hara gedirsən? Gəlməyini evdən gəlirəm. Amma qalmağa yerim yoxdur. Dedim köhnə dost kimi gəlmisən yanıma. Lap əcəb eləmirsən. Öz evindir. Nə qədər istəsən, qala bilərsən. Sağ ol. Amma bu gəlişinlə ilə əlaqədardır. Bir adam var. İstəyirəm onu görəm. Onu görənə zənəyə icazə versən, istəyirəm sənin yanında qalam. İcazə nədir? Nə qədər istəsən qala bilərsən. Öz evindir. Yaxşı. Oralarda nə var, nə yox? Necə görmüsən elə. Köhnə hamam, köhnə tas. Hələ sən gördüyün kimidir. Nə dəyişirsən? Elə danışırsan ki, elə bir iş oldu, mən işləmədim. Orada hər kəsən öz həyətində, bacasında işləyir. O işdə mənlik deyil. Hədə, Şəfiqə işləyir, bəsindir. Tikanlı danışsan, ha. Çörəyi zarafat edirəm. Yaxşı. Sən yoldan gəlmişsən, dincəl. Çörəyi rahat yiyib, mən də getdim. Hara? Gündəlik çörək pulunu qazanmalar. Mənim o? Nömrə elə əvvəlkidir, hə? Hə. Mənim də nömrəm elə köhnə nömrəmdir. Bir şey lazım olsa zəng elə. Yaxşı? Oldu, axşam görüşərik. Sağ olun. Yaxşıdır, öyrənirsən. Xoş gəlmişsiniz. Hoş günün olsun. Bu nədir belə? Bu nə tədbirdir? Üzr istəyirəm, bugün işləmirik. Banketimiz var. Ha? Bəli. Bəs indi biz neyniyik? Əlbəttə ki, keçib əyləşəcəksiniz. Daimi müştərimizsiniz. Xanım qız, salam. Üzr istəyirəm, nə buyuracaqsınız? Bugün yemək yeməyəcəm. Bir dənə viski, zəhmət olmasa. Baş üstə. Bu dəfə keçirəm, amma axırıncı dəfə olsun. Aparırsan daimi müştərimizə. Yaxşı? Çox sağ ol, çox sağ ol.
Gəl. Əyləş. Deməli, maşın qəzasıdır. Hə. Axır vaxtlar maşın qəzalarının sayı çoxalıb. Nə sürücülər yol hərəkəti qaydalarına əməl edirlər, nə də ki, piyadalar. Ara yerdə də günahsız adamlar zərər çəkirlər. Elədir ki, var. Çox vaxt vicdanlarını unudub qaçanlar tapılır. Bugünkü sözü kimi. Yəni sürücü qaçır. Başdan danış görüm, hadisə necə olub? Hadisə Ağa Neymətullah küçəsində, işıqforda baş verib. Gənc qadın yolun boş olduğunu, yaşıl işığın yandığını görüb yolu keçmək istəyib. Bu vaxt uzaqdan sürətlə gələn maşının sürücüsü işıqforda maşını saxlamaq istəyib, əyləci basıb, amma onu dayandıra bilməyib. Qadını vurub yolun kənarına atıb. Özü isə qaçıb. Növbəti gözətçi məntəqəsində sürət həddini aşdığına görə onu saxlayıblar. Bəs qadın? Onun vəziyyəti necədir? Təcili yardım maşını onu vaxtında xəstəxanaya çatdırıb. Xoşbəxtlikdən zərbə o qədər də güclü olmayıb. Vəziyyəti kafidir. Əzik və sınıq yaraları var. Sürücü şöbəyə gətirilib? Bəli, buradadır. Lap yaxşı. Onda onu dindirilmək üçün yanıma göndər. Hə, bir də qadının yanına izahat alınmaq üçün xəstəxanaya adam yolla. Oldu mu? Xanım qız, Buyurun. bəlkə bir qədər viskiyə məni qonaq eləyəsiniz. Oldu. Müştərimiz birini də istəyir. Birini də, bu dəqiqə. Narahat olma, hər şey yaxşıdır. Yaxşı, təmkinlə. Oldu. O gündən sən mənim başımdan çıxmırsan. Özünüzü yaxşı aparın. Yoxsa qışqıraram amma eşidər. Mənə hamı lazımdır, mənə Bırax məni. təkcə sən Bırax məni. lazımsan. Başa Çəkin düşürsən? Çəkin məndən. Güneş, Güneş, xahiş edirəm, sakit olun, sakit olun. Xahiş edirəm. Mən onu heç eləmədim. Hər şey yaxşıdır, hər şey yaxşıdır, narahat. Sən onu heç eləmədin. Nə olar eləmə ayğalarda. Bırax. Qorxudursan məni. Qurban olma ayğalarda eləmə. Öləndən sonra mən səni Gəl. Olar. Olar. Gəl əyləş. Qadını vurub qaçan qəhrəman. Görürəm bu işdə vərdişkarsan. Bundan əvvəl də adam vurub qaçmısan. Yox, onda qaçmamışdım. Hadisə yerindən qaçmasan da cinayət məsuliyyətindən qaça bilmisən. Bəs onda o oğlan özü çıxmışdı qarşıma. Vallahi, yəni məndə günah olmayıb. Ona görə də onlar şikayətçi olmadılar. Belə çıxır, sənin heç bir günahın yox imiş da. Günah deyəndə ki, hamısı yoxlanacaq. Bir-bir, diqqətlə işə baxılacaq. Bugünkü hadisə də ora əlavə olunacaq. Rəis, vallahi mən düzün deyirəm. Sənin heç vicdanın yoxdur. Maşını yüksək sürətlə idarə elədiyin bəs deyil. İşıqforun qırmızı işığında keçdiyin bəs deyil. Hələ bir qadını o vəziyyətdə də atıb qaçmısan. Aparın.
Buyur da, danışdığımız qədər. Sağ ol. Yavaş. Aslı qapıya dəyməz. Çox sağ ol. Aslı. Yavaş yavaş. Sağ ol. Salam. Açar sən də? Açar. Açar. Ver mənə. Açar. Yavaş yavaş. Aslan. Pis. Yavaş. Geç əyləş. Su sizin. Zəhmət olmasa. Gərək bugün xəstəxanada qalardın. Narahat olma. Biraz qorxmuşdum, o da keçdi. Mən görürəm axı halın yoxdur. Tək neynəyəcəksən burada? Bəlkə qohum tanışdan kimsə çağırasan yanında qalsın. Birdən gecə halın dəyişər. Heç kim lazım deyil. Lap nəsə olsa qonşular var. Çağıraram, gələrlər. Biraz yatacam, keçib gedəcək. Sən qayıt restorana, mənə görə narahat olma. Yaxşı, mən gedirəm, bax, amma söz ver ki, bir şey lazım olsa xəbər eləyəcəksən. Söz. Söz? Hər şeyə görə çox sağ ol. Oldu. Sağ ol. Xəbər elə, bir şey lazım olsa. Oldu. Biabır oldu. Lap kəssin sizi. Ay qız, bu kimdir? Görürsən al. Gəldi 2 gündür dostlaşnaları götürüb həyətə. Hələ utanmır evə də gətirir. Daha demir həyətdə uşaq var, böyük var. Ay qız belələrində abır həya nə gəzir? Görmürsən, səhər gedir, axşam gəlir. Bilinmir nə ilə məşğuldur. Allah bilir hansı yuvanın quşudur. Gəlib bu həyata, ay bacı. Ziba xala da elə tapşırır ki, güya lap dilsiz ağızsızın biridir. Tək qız uşağıdır, gözünüz üstündə olsun. Daha demir ki, onun göz üstündə göz olanlar çoxdur. Ay, yeməyim yandı. Ay qız, sən deyən lazımdır ki, sənin nəyinə lazımdır? Lazımdır sənə, nəyinə lazımdır axı sənin? Göz qız ondan yaxşıdır. Nə vaxt evə gəlsəm, bunu yatmış vəziyyətdə ya çarpayda taparam, ya da divanda. Boyundan, yaşından utanmırsan da. Ya bütün gün evdə yatırsan, ya da məcbur elib evdən çıxardan da gedib şəhərdə özün kimilərlə veyillənirsən. Kənardan da sənə baxıb mənə bəxtəvər deyirlər. Day demirlər ki, kim özümü yandırır, çölüm özgəni. Nə evlənmək istəyirsən, nə də işləmək istəyirsən. Axı mən danayam. Övladıma baxıb fəxr eləmək istəyirəm. Əsəbləşmə də. Söz verirəm ki, düzələcəm. Yenə içmisən? Yaxşı, mən gedirəm işə.
Axşamın xeyir. Axşamın xeyir. Ha. Danış görək. Nə danış? Bütün günü nə eləmirsən? Heç nə, oturub istirahət eləmişəm. İndi də futbola baxıram. Ha. Günorta bir şey yemisən? Yox, nəsə ürəyim istəmədi. Darıxma, marketdən hazır düşbəri almışam. İndi atarıq suya, 5-10 dəqiqəyə hazır olar. İşində ol. Mən bir dənə əl üzümü yuyum, gəlim. Nədir? Mənə bax, heç soruşmadım. Düşbərə xoşlayırsan, xoşlamırsan. Ay kişi, qonaq tapdığını yeyə, istədiyini yox. Düz sözə nə deyəsən? Biraz bundan qabaq Elmira xanımın səsini ayılmışam. Yəni deyinir deyə başımı götürdüm, qaçdım. Biz siz restorana gedəndə belə olacaqdı. Nə görmüsən o kəndçi qızındır. Bir keyləşdiriblər onu. Onu işə götürənin ağlı yoxdur. Mən evdən, söz-söhbətdən qaçıb gəldim. Bura xəbəriniz var. Siz də buradan başlamışsınız, mən baş beynimi aparmağa. Qoy keyfimi tutum da. Ah, zəhərman nə yaxşı şeydir ha. Ha? Görürsən? Hələ istəmirdi ya. Oy. Yiyəndə ağız büzürdü. Zəngi gəldi. Sənin yerin çatmırdı elə bir dənə. Hardan tapmısan zəhəri marı? Neyba lazım? Gəlim. Lazım olsa xəbər eləyərsən. Puluna minnətdir. Yaxşı yadıma düşdü. Dünənki söhbətimizdə yarımçıq qaldı. Sizdən söhbət eləyən olmayacaq. Göz söhbətə gəlmişdiniz bura. Mənim söhbət eləməyə halım yoxdur indi. Mənə rahat buraxın. Ayşə. Qaçır belə. Xoş gəlmişsən. Mənə bax. Səhərə biraz tələsik oldu, soruşa da bilmədim. Birdən-birə Bakıya gəlməkdə xeyir olar. Məqsədin nədir? Sir deyilsə. Nə sir kişi? Bu Şəfiqənin bir qohumu var, onu görüb danışmalıyım. Lap yaxşı. Nə deyirəm? Sizin avan da olsun. Sağ ol. Əla şeydir ya. Bizim tərəflərindir. Yadından çıxartmısan deyəsən. Hiss olunur. Mənə bax, ağalar. Bizimkilərdən nə xəbər var? Görüb eləyirdən. Belə də uzaqdan uzağa. İşim olub, pul qazananda onların payını həmişə göndərmişəm. Amma axır vaxtlar yaman kasıbçılıqdır, imkan olmur. Bura bax, bu Yasamal deyilən tərəf var ha. Ora buradan çox uzaqdır. Ateisin yanı. Yasamal? Yox. Bizdən biraz yuxarıdadır. Avtobusdan 3-4 dayanacaq olar. Nədir, işin o tərəfdədir?
Dediyim adamı orada görməliyəm. Kimdir? Mən tanıyıram. Yox, heç özüm də tanımam. Dur, vur görək. Sağ ol. Narahat olma. Mən özüm taparam. Laf yaxşı. Deyəsən sizi çox gözlətdim. Mürsəlov. Hə. Çox sağ olun ki, dəvətimi qəbul elədiniz. Buyurun, əyləş. Sağ ol. İcazə verin sizə çay içsin. Buyurun. Buyurun. Eşidirəm sizə. Dünənki yanğın hadisəsi ilə bağlı bəzi şeyləri öyrənmək istirdim sizdən. Ha. Hər şey haqqında yazılıb. Sizin yoldaşlar da oradaydı. Baxdılar, yoxladılar, biz də bütün kağızları verdik onlara. Düzdür. Qadını xilas eləyə bilmədik. Açığın deyim ki, mənim təcrübəmdə bu birinci dəfədir. Belə hadisə. Amma mən bildiyim qədərilə 20 il bundan qabaq baş vermiş yanğın hadisəsində də ölüm olmuşdur. Özü də deyəsən elə həmənki ərazilər. Ha. 20 il bundan qabaq güclü yanğın olmuşdu. Düzdür, mən briqadaya təzə gəlmişdim. Biz çox çətinliklə, yadımdadır, biz çox çətinliklə o evə girdik. Hamını xilas elədik, amma ölüm olmamışdı. Bəs körpə uşaq? Nə körpə uşaq? Burada bir qadın vardı, bir də kişi. Əməlli başlı yanmışdılar. Biz onları bayıra çıxartdıq və salam. Heç bir ölüm olmamışdı və uşaq yox idi. Ha, bir qadın orada neysə qaçırdı ora-bura. Güya deyilənə görə evin qulluqçusu idi. Bəs yanğın vaxtı orada olmayıbmış? Yox. Güya xəstəsi olub, icazə alıb gedib. Vəssalam. Çox maraqlıdır. Yanğınla bağlı açılan işdə göstərilir ki, uşaq ölüb. Amma siz isə tamam başqa şeylər deyirsiniz. Kapitan, bu 20 il bundan qabaq olub. Sən onda uşaq olardın. Sən bunları haradan bilirsən? Təcrübəmizdəki bütün hadisələri belə dəqiqliklə yadda saxlayırsınız. Mənim elə yaddaşma şikayətim yoxdur. Oğlum. Çox sağ olun ki, görüşə gəldiniz. Çox köməyiniz dəydi əslində mən. Minnətdarım. Buyurun. Borcumuzdur kapitan. İlk gündən nə acı bir taleyim var mənim. Hər zaman tənhalıq olub dostum, həmdəmim. Qəlbimin sirrini hey danışdım göylərə, ümid edib inandım bu dünyaya. Bir inam var içimdə, gün gələr bu həyat sevincə dönər. İnanıram mən, qəm keçər, taleyim
Onsuz da düşdüyüm vəziyyət mənim baş aşağı eləyib. Nə demək istəyirsən? Mən səni gözləyə bilmərəm. Mənim üçün uşaqlar orada iş də tapıblar. Getməliyəm. Amma... Mən bilmirəm. Bir qərara gəlmək lazımdır. Uşağı da ki, bir an on baxsın da. Nənəsi də öl. İnci Məhtekin, bizə indi uşaq lazım deyil. Söz vermirəm, amma çalışarım. Yaxşı, sabah görüşərik. Deyəsən biz tanışıq axı. Mən sizi tanımıram. Yəqin kiminləsə məni səhv salırsınız. Ay Allah, yüce uşağım sağ-salamat tapılıb evə gəlsin. Alo? Alo, Şəfqə xala salam, necəsiz? Əleyküm salam qızım. Şəfqə xala, bizə gələ bilməzsiniz? Hə, nə olub ki? Siz nə işin var? Əlbəttə gələrəm. Bir dəqiqə, əynimi dəyişib gəlirəm. Yaxşı, gözləyirəm. Oldu. Hələlik. Ay Allah, günəşimdən bir mənə şad xəbər verən olaydı, ay Allah. Bu dəqiqə. Günəş restoranda işə düzəlib. Oraya yaxşı yer deyil Şəfqə xala. Onu tez geri qaytarmaq lazımdır. Ağalar Bakıya onu axtarmağa gedib. Hə. Amma o böyüklükdə şəhərdə onu harada tapacaq? Neçə vaxtı gedib, hələ ondan bir xəbər yoxdur. Mən ünvanını öyrənmişəm. Ünvanını? Mənə bax, sevimli məşğuliyyəti unutmamısan. Nə edirsən ki? Elə baxırsan ki, sənin neçə dənə sevimli məşğuliyyətin olub ki? Yox, niyə ki? Dedim, bəlkə bu axşam bir yoldaşlıq görüşü keçirik. Onsuz da bekarçılıqdır. Sən də elə buralardasan. Nə deyirsən? Salam, salam. Salam kızım, salam. Necəsən, mamışqa, necə qaralmışam səni? Necəsən, eşidirsən məni? Eşidirəm, biraz pis gəlir səsin, amma eşidirəm. Neçə gündür səndən bir xəbər yoxdur. Haralardaydın? Canım mamışqa, başqa qarışmışsın insanlarla. O sıralarla danışmışsın da deyəsən, yox. Sənin üçün bir sürpriz hazırlayım. İstərim ki, dünən zəng durmayım, bugün zəng durmayım deyim. Nə? Sürprizim var sənin üçün. Aa, nə sürpriz? Mən qızımı atasız anasız oğlana verə bilmərəm. Kimsən? Kimsən axsan? Nə istəyirsən məndən? Kimsən? Göstər görməzimi? Kimsən sən? Bunu istəyirsən? Bunu istəyirsən?